İnsan həm Allahdan qorxmalıdır, həm də Allaha ümid eləməlidir. İmam Əlinin gözəl bir hədisi var. Əgər möminin qorxusu ilə ümidi tərəziyə qoyulsa, bir-birinə bərabər olur. Yəni, həm qorxusu var, həm ümidi var. İkisi balanslı şəkildə olacaq. Yəni, əgər insan yalnız Allahdan qorxsa, nə olacaq onda? Ümidsiz və depressiv halda yaşayacaq. Yalnız qorxunu yaşayacaq. Və yaxud, əgər Allaha sevsə, ümidi yaşasa, qorxusu olmasa, onda nə olacaq? Onda arxayınlıq, özünə razılıq, günaha meyillik. Olsa Allah məni sevir də, məni bağışlayacaq. Günaha meyilli olacaq, günah edəcək. Bu ikisi də yanlışdır. Ona görə İslam balanslaşdırılmış mövqe tutur ki, həm qorxu olsun, həm ümid olsun. O zaman insan həm Allahdan qorxacaq, həm Allahın rəhmətini ümidini yaşayacaq. Allah məni bağışlayacaq. Bu balanslaşdırılmış qorxu ilə ümid İslamda bəyənilir və İslamın əsas prinsiplərindendir.